Salam, bu videoda sizə Progress IMS Claims Manager sisteminin müştəri xidmətləri və qiymətləndirmə modullarını təqdim edirik. Gəlin birlikdə bu modulların necə işlədiyinə diqqətlə nəzər salaq. Müştəri xidmətləri 4 hissədən ibarətdir: cari hadisələr, açıq işlər, axtarış və icraçılar. İlk olaraq icraçılar bölməsinə diqqət yetirək. Qəza komissarının rəhbəri tərəfindən təsdiqlənmiş hadisələr icraçılar bölməsinə ötürülür. Bu bölmədə rəhbər ilk öncə iş sayları düyməsini sıxaraq bütün icraçıların gündəlik və ümumi iş yükünü izləyə bilər. Görüntülənən məlumatlarla hadisələri bərabər şəkildə icraçılar arasında bölmək üçün asanlıqla mümkün hala gəlir. Bir və ya birdən çox hadisəni eyni icraçıya yönləndirmək fonksiyonallığı mövcuddur. Bunun üçün hadisələr seçilir və məsul şəxsi seçmək üçün hazırlanmış düyməyə sıxılır. Açılan pəncərədə icraçıların siyahısı əks olunur. Məsul şəxsi seçildikdən sonra yadda saxla düyməsini sıxdıqda birbaşa icraçıya təhkim olunur. İcraçı hadisəni qəbul etmək üçün cari hadisələr bölməsinə daxil olur. Açılan səhifədə filtr və rahat axtarışlar edə bilmək üçün geniş imkanlar yaradılmışdır. Bu hissədə ona təhkim olunmuş hadisələrin birinə keçid alırıq. İlk öncə hadisəyə aid bütün məlumatlarla tanış olur. Əgər hadisədə 2 iştirakçı mövcuddursa, prosesləri tezləşdirmək məqsədi ilə sistem tərəfindən avtomatik iş yaradılır və qiymətləndiriciyə yönləndirilir. Bu imkan sayəsində qiymətləndirici ilə icraçının eyni anda iş üzərində intensiv şəkildə işləmək hüququ yaranır. Zəncirvari hadisə olduqda isə icraçı iştirakçılar arasında zərər verən və zərər çəkən seçilərək işlər yaradılır və manual şəkildə qiymətləndiriciyə yönləndirilir. İcraçılar və qiymətləndiricilər paralel şəkildə iş üzərində işlədiyi üçün gəlin əvvəlcə qiymətləndirmə modulundan başlayaq. Qiymətləndirici işi yekunlaşdırdıqdan sonra müştəri xidmətləri modulundan davam edək. Qiymətləndirmə modulu 2 hissədən ibarətdir: cari işlər və axtarış. Keçid alaq cari işlər bölümünə. Qiymətləndirmə bölməsində məsul şəxslərin seçimi sistem tərəfindən avtomatik aparılır. Əgər hadisədə bir neçə iş mövcuddursa, bütün işlər eyni qiymətləndiriciyə təhkim olunur. Əks halda isə məsul şəxs növbəli şəkildə təyin edilir. Burada digər bölmələrdə olduğu kimi geniş filtrlər və axtarış imkanları mövcuddur. İndi isə keçid alaq qiymətləndiriciyə təhkim olunmuş işlərin birinə. İlk öncə qiymətləndirici işi qəbul edib başladır. Qiymətləndirici modulunda 3 növ qiymətləndirmə mövcuddur: daxili qiymətləndirmə, təmir mərkəzində qiymətləndirmə və müstəqil ekspert qiymətləndirilməsi. İlk öncə daxili qiymətləndirmə hissəsində ilkin akt hazırlanır. İlkin akt pəncərəsində 2 cür iş növü mövcuddur: işçilik və ehtiyat hissələri. Bu növlərə görə zərərin mərhələləri və məbləğləri qeyd olunur. İlkin akt tətbiq olunduqdan sonra yeni əməliyyat düyməsini sıxaraq işin gedişatını və müştəri ilə razılaşma hissəsi qeyd edilməlidir. Müştərinin qərarına uyğun olaraq status seçilir. Bu hissədə vacib bir nüansı qeyd etmək istəyirəm. Əməliyyatlar hissəsini 3 şöbə tərəfindən idarə etmək fonksiyonallığı mövcuddur: çağrı mərkəzi, icraçılar və qiymətləndiricilər tərəfindən. Bu zərər çəkmiş müştərinin hansı şöbənin məsul əməkdaşı ilə əlaqədə olduğundan və qərarını hansı şöbəyə bildirməyindən asılıdır. Əgər zərər çəkən təklif olunan məbləğ ilə razı olarsa, yekun akt qiymətləndirici tərəfindən doldurulur və müştəri xidmətlərinə yönləndirilir. Müştəri məbləğlə razı olmadığı təqdirdə statuslardan təmirə göndərilsin seçilir və növbəti mərhələyə, yəni təmir mərkəzində qiymətləndirmə mərhələsinə keçid alırıq. İlk öncə hansı təmir mərkəzinə göndəriləcəyi seçilir və təmir mərkəzində hazırlanmış ilkin məbləğ və ilkin akt yüklənilir. Təmir mərkəzinin tərtib etdiyi ilkin aktın məbləği ilə sığorta şirkəti razı olmadığı halda təklif olunan məbləğ qeyd olunur. Və son olaraq yekun akt və yekun qiymət daxil olunaraq müştəri xidmətlərinə ötürülür. Əlavə olaraq Hukarep modulu barədə qısa danışmaq istəyərəm. Karepə göndər düyməsini sıxmaqla bu inteqrasiyanı başlatmaq olur. Hukarep modulu təmir mərkəzləri ilə sığorta şirkəti arasında məlumat mübadiləsinin yaradılması və izlənilməsi üçün nəzərdə tutulan moduldur. Claim sistemində qiymətləndirici tərəfindən ilkin akt, yekun akt, təkliflər və təmir mərhələlərini və digər mərhələləri asanlıqla izləmək və idarə etmək mümkündür. Ətraflı məlumat üçün yuxarı hissədə qeyd olunmuş videoya keçid alaraq məlumat əldə edə bilərsiniz. Zərər çəkən məbləğlə və ya təmirə göndərilməsinə razı olmadığı təqdirdə bu zaman müstəqil ekspert qiymətləndirilməsi hissəsi başlayır. Müstəqil ekspert seçilir və digər mərhələlərdəki kimi aktlar və qiymət təyin olunaraq müştəri xidmətinə göndərilir. Qiymətləndirici işini yekunlaşdırdıqdan sonra icraçı tərəfindən işə davam edilir. Yenidən qayıdaq müştəri xidmətləri modulundakı cari hadisələr jurnalına və mövcud hadisəyə keçid alaq. Burada biz işlərin siyahısını görə bilərik. İcraçı tərəfindən işə klik edirik. Bu səhifədə qəza komissarı tərəfindən qeyd edilmiş bəzi məlumatlar əks olunur. İşin gedişatına uyğun olaraq düzəliş etmək və yeni məlumatları qeyd etmək mümkündür. Zəncirvari hadisələrdə sistem tərəfindən proporsional bölgü avtomatik olaraq həyata keçirilir. Bəzi hallarda sonradan yeni iş yaranarsa, bu zaman proporsional bölgünü yenilə düyməsini sıxmaqla bütün işlərdə məbləğ paylaşdırılması yenidən hesablanaraq icra olunur. Qiymətləndiricinin təyin etdiyi son məbləğ burada əks olunur. Və son olaraq faydalanan şəxsin məlumatları qeyd edilir və yadda saxlanılır.
Keçid alaq sənədlər tabına. Bu hissədə sığorta növünə görə sənədlərin növləri sistem tərəfindən əks olunur. İcraçı tərəfindən zərər çəkənin bütün sənədləri yüklənilir. Fayllarla tamam şəkildə doldurulduqda statuslar vasitəsilə xəbərdarlıq edilir. Qiymətləndirmə tabında qiymətləndiricinin bütün qeydləri və yekun zərər aktına baxma imkanı vardır. İndi isə hesab məlumatları hissəsini keçid alaq. İcraçı əvvəlcə başla düyməsini sıxaraq aktın formalaşdırılması üçün yekun mərhələyə başlamış olur. Əgər müştəri təmir etmək qərarına gəlibsə, bu hissədə artıq avtomobilin təmir etdiyi təmir mərkəzinə aid bank məlumatları avtomatik əks olunur. Müştəri məbləğ ilə razılaşdığı təqdirdə bank məlumatları qeyd olunur. Çap forması düyməsini sıxmaqla işin yekun halına baxa bilərik. Bütün mərhələlər yekunlaşdıqdan sonra təsdiqlənmə tabında rəhbərliyin təsdiqi üçün göndərilir. İcraçının işi bu hissədə artıq yekunlaşmış olur. Əgər işdə hər qaydasında olmayan məlumatlar varsa, rəhbər tərəfindən geri qaytarıla bilər. Beləliklə, icraçılara optimal iş paylanması, qiymətləndiricilərlə paralel işləmə və çoxnövlü qiymətləndirmə metodları sayəsində proseslər sürətli, şəffaf və müştəri məmnuniyyəti əsasında həyata keçirilir. Diqqətiniz üçün təşəkkür edirik.